Azərbaycanda tibb təhsili olan çağırışçılara hərbi rütbə veriləcək. Onlar zabitlər üçün tətbiq edilən güzəştlərdən istifadə ediləcək. Bununla bağlı ümumiyyətlə Müdafiə Nazirliyi yeni konsepsiya tətbiq edəcək. Bu barədə Müdafiə Nazirliyinə məlumat verilib. Məlumatda bildirilir ki, ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədi ilə Müdafiə Nazirliyində hərbi xidmət keçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək. Hərbi xidmət keçmə haqqında əsasnaməyə və hərbi vəzifə və hərbi xidmət haqqında qanuna edilən dəyişikliklərə əsasən ali tibb ixtisaslı çağırışçılar öz arzuları ilə bir il leytenant hərbi rütbəsində hərbi həkim olaraq xidmət edəcəklər. Tibb ixtisaslı gənc əskərlərə Milli Müdafiə Universitetində təşkil ediləcək 30 günlük ilkin hazırlıq kursunda hərbi intizam qaydaları, silahdan istifadə, eləcə də hərbi tibb xidmətində tətbiq olunan sənədləşmə və tibbi qeydiyyat qaydaları tədris olunacaq. Bundan başqa, zabit vəzifələrində xidmət etdikləri dövrdə hərbi həkimlər aylıq məvaciblə təmin olunmaqla, hərbi qulluqçular üçün qanunla nəzərdə tutulmuş bütün hüquqlardan, eləcə də ailə tərkibi nəzərə alınmaqla dövlət tərəfindən ödənilən mənzil kirayəsi əvəzinə pul kompensasiyası və digər təminatlardan yararlanacaqlar. Hərbi həkimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə onların sosial təminatı və ərazi prinsipi üzrə xidmət etmələri də nəzərə alınacaq. Bu yanaşma onların yaşayış və məskunlaşma məsələlərinin daha rahat həllinə imkan verəcək. Müddətli həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra isə hərbi həkimlər öz seçimlərinə uyğun olaraq kadr zabit kimi xidmətlərini davam etdirə və yaxud ehtiyata buraxıla bilərlər.